Deməli, daha çox fərdi yanaşma tələb olunur, hər komadakı xəstəni dərhal angiografiyaya aparmaq lazım deyil. Tamamilə doğrudur. Yanaşma daha təmkinli və fərdiləşib. Bir də kulprit şok adlı başqa bir tədqiqata əsaslanan bir tövsiyə var. Əgər şok vəziyyətində olan xəstəyə angiografiya edilir və bir neçə damarda ciddi daralma aşkarlanırsa, ilkin mərhələdə yalnız infarkta səbəb olan əsas, kulprit damarı açmaq tövsiyə olunur. Digər damarlara dərhal müdaxilə etməmək, onları sonraya saxlamaq daha yaxşı nəticə verir. Çox maraqlı və vacib məqamlardır. İndi gələk yenə o temperatur məsələsinə. Əvvəllər sanki bir seçim var idi. 33 dərəcəyə qədər soyutmaq, hipotermiya, yoxsa 36 dərəcədə saxlamaq, normotermiya. İndi dediniz ki, hədəf 32-37.5 arasıdır. Bu nə deməkdir? Hansı daha yaxşıdır? Hansı daha yaxşıdır sualı artıq aktual deyil deyə bilərik. Çünki TTM2 adlı çox böyük bir tədqiqat və digər araşdırmalar göstərdi ki, ürək dayanmasından sonra komada qalan xəstələrdə temperaturu məqsədli şəkildə 33 dərəcədə saxlamaqla 36-37.5 dərəcə arasında, yəni aktiv şəkildə qızdırmanın qarşısını alaraq saxlamaq arasında sağ qalma və ya yaxşı nevroloji nəticə baxımından əhəmiyyətli bir fərq yoxdur. Deməli, fərq yoxdur. Statistik əhəmiyyətli fərq tapılmadı. Ona görə də hazırki tövsiyə daha çevikdir. Deyir ki, Roskdan sonra əmrlərə cavab verməyən, yəni huşsuz qalan bütün böyüklər üçün məqsədyönlü, protokola əsaslanan bir temperatur nəzarəti stratejiyası tətbiq edilməlidir. Hədəf isə 32 dərəcə Selsi ilə 37.5 dərəcə Selsi arasında bir temperatur seçilə bilər. Əsas məsələ nədir? Qızdırmanın, yəni 37.5 dərəcə Selsidən yuxarı temperaturun qarşısını qətiyyətlə almaq və temperaturu mümkün qədər stabil saxlamaq. Və bu nəzarət ən azı 36 saat davam etdirilməlidir. Rəqəmin seçilməsi o qədər də önəmli deyil bu aralıqda. Bəs xəstəxanaya çatana qədər soyutmaq, təcil yardım maşınında soyuq məhlullar köçürmək filan? Xeyr, o da tövsiyə edilmir. Yenə böyük bir tədqiqat, RINS trial idi deyəsən, göstərdi ki, xəstəxanaya qədərki dövrdə, yəni pre-hospital mərhələdə, vena daxili soyuq mayələrin rutin infuziyası ilə temperaturu endirməyə çalışmağın faydası yoxdur. Əksinə, hətta ağciyər ödəmi kimi potensial zərərləri də ola bilər. Ona görə temperatur nəzarəti xəstəxanada reanimasiya şöbəsində başlamalıdır. Bir də vacib məqam odur ki, əgər xəstə soyudulucsa və sonra isidilirsə və ya əvvəldən bədən temperaturu aşağı, hipotermik vəziyyətdə gəlibsə, onu çox sürətli isitmək olmaz. Tövsiyə olunan sürət saatda 0.5 dərəcə Selsidən çox olmamalıdır. Sürətli isinmə də beynə əlavə zərər verə bilər. Aydındır. Bütün bu müdaxilələrdən sonra bəlkə də ən həyəcanlı, ən çətin sual ortaya çıxır. Komada qalan xəstənin sonraki taleyi necə olacaq? Beyin funksiyası nə dərəcədə bərpa olunacaq? Yəni, o dediyimiz neyroproqnozlaşdırma. Həkimlər bu qərarı necə verir? Nəyə əsaslanırlar? Bu, həqiqətən də həm tibbi, həm də etik baxımdan çox mürəkkəb və həssas bir məsələdir. Təlimatlar burada bir neçə əsas prinsipi xüsusi olaraq vurğuluyur. Birincisi, multimodal yanaşma prinsipi. Multimodal, yəni? Proqnoz vermək olmaz. Mütləq bir neçə fərqli məlumat mənbəyini birləşdirmək lazımdır. Bunlar hansılardır? Klinik müayinə, reflekslər, göz bəbəklərinin reaksiyası, ağrıya cavabı, qan biomarkerləri, o dediyimiz NSC və NFL, elektrofizyoloji testlər, EEG, yəni beyin dalğaları və SSP, yəni hissiyyat yollarının yoxlanması və beyin görüntüləmə, KMT və ya daha həssas olan MRT. Hamısının nəticəsi bir yerdə dəyərləndirilməlidir. Deməli, tək bir göstəriciyə baxıb vəssalam demək olmaz. İkinci prinsip nədir? İkinci vacib prinsip gecikdirilmiş qiymətləndirmədir. Yəni, proqnoz verməyə, xüsusən də pis proqnoz verməyə tələsmək olmaz. Tövsiyə olunur ki, ən azı 72 saat gözlənilsin. Bu müddət ərzində xəstənin bədən temperaturu normallaşmalıdır və ilkin reanimasiya zamanı və sonrasında verilən sakitləşdirici dərmanların, yəni sedativlərin təsiri tamamilə keçməlidir. Çünki bunlar müayinə nəticələrini təhrif edə bilər. Bəzi testlər üçün, məsələn, MRT üçün hətta 2 gündən 7 günə qədər gözləmək daha dəqiq məlumat verə bilir. Tələsməmək lazımdır. Bəs üçüncü prinsip? Üçüncü, amma bəlkə də ən vacib prinsiplərdən biri,
Ailə ilə sıx, şəffaf və davamlı ünsiyyətdir. Lap əvvəldən ailə ilə açıq danışmaq, proqnozun çox vaxt qeyri-müəyyən olduğunu izah etmək, hansı testlərin nə üçün edildiyini, nəticələrin nə anlama gəldiyini, hansı mərhələdə olduğumuzu səbirlə başa salmaq çox vacibdir. Bu həm ailənin vəziyyəti anlamasına kömək edir, həm də sonrakı qərarların qəbulunda onların iştirakını təmin edir. Çox önəmlidir həqiqətən. Bəs konkret hansı tapıntılar daha çox pis nəticəyə, hansılar yaxşı nəticəyə işarə edir? Bir neçə misal verə bilərsinizmi? Əlbəttə. Amma yenə də vurğulayayım ki, bunlar tək başına kifayət deyil. Mütləq digər məlumatlarla birlikdə dəyərləndirilməlidir. Əlverişsiz, yəni pis nevroloji nəticəni dəstəkləyən bəzi güclü göstəricilər. Adətən 72 saatdan sonra aşkarlanarsa, kliniki olaraq, hər iki göz bəbəyinin işığa reaksiyasının tam itməsi və ya korneal refleksin, gözün buynuz qışasına toxunduqda göz qırpma, hər iki tərəfdə itməsi, biomarkerlər, qanda NSA və ya NFL səviyyələrinin çox yüksək olması, konkret rəqəmlər var, amma indi təfərrüata varmayaq. EEG-də sakitləşdirici dərman verilmədiyi halda davamlı qıcolma vəziyyəti, status epileptikus və ya beyin aktivliyinin demək olar ki, tamamilə yatırılıb, arada qısa aktivlik paroksizmləri ilə müşahidə olunan burst suppression paterni. SSP testində hər iki tərəfdə N20 dalğası deyilən bir cavabın itməsi. Bu, hətta 48 saatdan sonra da çox güclü pis proqnoz göstəricisidir. Görüntüləmədə beyində boz və ağ maddə arasında sıxlıq fərqini kəskin azalması, GWR aşağı olması və ya MRT-də 2-7 gün sonra beyində geniş yayılmış ağır oksigen çatışmazlığına bağlı zədələnmə əlamətləri, yayılmış məhdudlaşmış difuziya və ya azalmış ADC. Bunlar pis proqnozu düşündürən əlamətlərdir. Bəs yaxşı nəticəyə, yəni sağalma ehtimalının daha yüksək olduğuna işarə edən əlamətlər hansılardır? Ümidverici əlamətlər də var. Təbii ki, kliniki. Məsələn, ağırlı stimula cavab olaraq xəstənin qollarını məqsədli şəkildə geri çəkməsi, withdrawal və ya daha yaxşı, məsələn, əmrlərə uyğun hərəkət etməsi, biomarkerlər, NSS səviyyələrinin normal və ya normaya yaxın olması, EEG-də beyin dalğalarının davamlı, aktiv və bastırılmamış olması, continuous non-suppressed deyirik, yəni normala yaxın bir aktivlik, görüntüləmədə, MRT-də geniş yayılmış zədələnmə əlamətlərinin olmaması. Amma yenə də deyirəm, bunlar sadəcə işarələrdir. Tək bir yaxşı əlamət də sağalmaya zəmanət vermir. Bəzi tapıntıların, məsələn, mioklonus deyilən o qeyri-iradi əzələ səyrimələrinin və ya EEG-də bəzi ritmik fəaliyyətlərin proqnostik əhəmiyyəti hələ də tam aydın deyil, müzakirələr davam edir. Deməli, yekun mesaj, səbirli olmaq, hər tərəfli müayinə etmək, bütün məlumatları bir araya gətirib, təcrübəli bir komanda ilə birlikdə dəyərləndirmək. Aydındır. İndi qıcolma və o dediyiniz mioklonusdan danışaq. Bunlar da deyəsən ürək dayanmasından sonra tez-tez görülür. Onlarla necə mübarizə aparmaq lazımdır? Bəli, tez-tez rast gəlinir. İlk addım hər iki halda da təcili EEG çəkməkdir ki, beyində nə baş verdiyini anlayaq. Əgər xəstənin klinik olaraq gözlə görünən qıcolmaları varsa, onlar mütləq qıcolma əleyhinə dərmanlarla müalicə edilməlidir. Bunda şübhə yoxdur. Həmçinin EEG çəkilir və orada qıcolma aktivliyi aşkarlanırsa, hətta xəstənin kənardan görünən bir hərəkəti olmasa belə, buna non-konvulsiv, yəni qeyri-qıcolmalı qıcolma deyirik, və ya EEG-də status epileptikus davamlı qıcolma vəziyyəti görülürsə, bunlar da müalicə tələb edir. Təlimatlar bir də qeyd edir ki, əgər EEG-də iktal-interiktal kontinuum deyilən, yəni tam qıcolma ilə normal aktivliyi arasında yerləşən şübhəli ritmik paternlər varsa, xüsusən də xəstə komadadırsa, əmrlərə tabe olmursa, sakitləşdirici təsiri olmayan bir antiepileptik dərmanla sınaq müalicəsi aparmaq məqsədə uyğun ola bilər. Görək bu paternlər düzəlir və xəstənin vəziyyəti yaxşılaşırmı? Bəs profilaktika? Yəni, qıcolma olmasa belə, hər ehtimala qarşı qabaqlayıcı dərman vermək lazımdırmı? Xeyr, rutin profilaktika tövsiyə edilmir. Yəni, ürək dayanması keçirmiş hər xəstəyə qıcolma əleyhinə dərman başlamaq lazım deyil. Yalnız qıcolma varsa və ya EEG-də dediyimiz o spesifik tapıntılar varsa. Bəs mioklonus, o əzələ atmaları? Mioklonus biraz fərqlidir.
Əgər EEG çəkilir və bu mioklonusla əlaqəli beyində bir qıjolma aktivliyi, yəni EEG korrelyatı tapılmırsa, sırf bu mioklonusu dayandırmaq üçün müalicə tövsiyə edilmir. Niyə? Axı narahat görünür, yəqin ki. Narahat görünə bilər, amma əgər altında yatan bir qıcılma yoxdursa, onun özünün beynə əlavə zərər verdiyinə dair dəqiq sübut yoxdur. Amma onu yatırmaq üçün istifadə olunan dərmanların, xüsusən də sedativ təsirli dərmanların, məsələn, benzodiazepinlərin ciddi yan təsirləri ola bilər, təzyiqi sala bilər, huşun ayılmasını ləngidə bilər və s. Ona görə də potensial fayda ilə zərər müqayisə olunur və əgər EEG korrelatı yoxdursa, müalicə etməmək daha məqsəd uyğun sayılır. Bu da çox incə bir məqamdır həqiqətən. Sonda digər ümumi qayğı elementləri haqqında da qısa məlumat verərdinizmi? Məsələn, antibiotiklər, steroidlər, qan şəkəri nəzarəti, bunlarla bağlı nə deyilir? Bəli, qısaca onlara da toxunaq. Məsələn, bu xəstələrdə ağciyər infeksiyası, yəni pnevmoniya riski yüksək olur. Amma buna baxmayaraq, profilaktik, yəni qabaqlayıcı olaraq antibiotik istifadəsi tövsiyə edilmir. Antibiotiklər yalnız klinik və ya laborator olaraq infeksiya əlamətləri olduqda təyin olunmalıdır. Eyni şəkildə beyin qoruyucu, yəni neuroprotektiv olduğu iddia edilən müxtəlif dərmanların, məsələn maqnezium, bəzi kalsium kanal blokerləri və s. və ya şok vəziyyətində steroidlərin rutin istifadəsinin faydası sübut olunmayıb. Ona görə də tövsiyə edilmir. Steroidlər bəlkə də yalnız çox ağır, başqa heç bir müalicəyə cavab verməyən refraktor şok hallarında, çox seçilmiş xəstələrdə nəzərdən keçirilə bilər. Amma rutin deyil. Bəs qan şəkəri? Onu necə tənzimləmək lazımdır? Qan şəkəri nəzarəti vacibdir. Əsas məqsəd həm hipoglikemiyadan, qanda şəkərin çox aşağı düşməsi, məsələn 70 mTc/ms, həm də ciddi hiperglikemiyadan çox yüksək olması, məsələn 180 mTc/ms qaçınmaqdır. Çünki hər iki ekstremal vəziyyətdə pis nəticələrlə əlaqələndirilir. Amma çox sərt, dar bir hədəf aralığı, məsələn mütləq 80-110 arası təyin etməyə də ehtiyac yoxdur. Bu da öz növbəsində təhlükəli hipoglikemiya riskini artıra bilər. Yəni ortanı tutmaq lazımdır. Və son olaraq, amma heç də az əhəmiyyətli olmayan bir məqam, sağ qalan xəstələr və onların qayğısına qalan ailə üzvləri, yaxınları üçün emosional və psixoloji dəstək. Bu çox vaxt unudulan, amma çox vacib bir aspektdir. Təlimatlar tövsiyə edir ki, xəstəxanadan çıxmazdan əvvəl həm xəstələr, həm də onların əsas baxıcıları, stres, həyəcan, depressiya əlamətləri baxımından strukturlaşdırılmış şəkildə qiymətləndirilsin və lazım gələrsə müvafiq psixoloji yardıma, reabilitasiya proqramlarına yönləndirilsinlər. Bu çox humanist bir yanaşmadır. Bəli, həmçinin bu ağır xəstələrlə işləyən biz tibb personalının da tükənməsinin, yəni burnoutun qarşısını almaq üçün tədbirlərin görülməsinin də faydalı olduğu qeyd edilir. Çünki sağlam və motivasiyalı komanda daha yaxşı qayğı göstərə bilər. Möhtəşəm. Həqiqətən çox əhatəli bir təhlil oldu. Bugün Amerika Ürək Assosiasiyasının ürək dayanmasından sonraki qayğıya dair 2025-ci il təlimatlarının demək olar ki, bütün əsas yeniliklərini ətraflı müzakirə etdik. Multimodal yanaşmanın vacibliyi, oksigen, qan təzyiqi, temperatur kimi hədəflərin daha dəqiq, amma eyni zamanda bəlkə də daha çevik təyin olunması, neyroproqnozlaşdırmada tələsməmək və həm pis, həm də yaxşı nəticəni anlamağa yönəlmiş səylər, bütün bunlar göstərir ki, bu sahə dayanmadan inkişaf edir. Bəli, məncə də. Əsas çıxarış budur ki, qayğı getdikcə daha çox sübuta əsaslanan, elmi dəlillərə söykənən, amma eyni zamanda fərdiləşdirilmiş bir yanaşmaya doğru gedir. Komanda işi, fərqli ixtisasların birgə işləməsi və ailənin də bu prosesə cəlb edilməsi getdikcə daha çox ön plana çıxır. Artıq o, hər kəsə eyni resept prinsipi tam keçərli deyil. Hər bir xəstənin vəziyyəti, bərpa potensialı fərqlidir və qərarlar bir çox faktoru nəzərə alaraq çox diqqətlə verilməlidir. Bu təlimatlar da məhz həkimlərə və bütün qayğı komandasına bu çətin, məsuliyyətli yolda ən müasir biliklərlə bir növ bələdçilik edərək xəstələrimiz üçün mümkün olan ən yaxşı nəticəni əldə etməyə kömək etmək məqsədi daşıyır. Və bugünkü bu dərin təhlilimizi sizi biraz da düşünməyə vadar edəcək bir sualla bitirmək istərdik. Baxın, bu təlimatlar bizə sübuta əsaslanan standartlar, protokollar təklif edir,
Amma gələcəkdə fərdiləşdirilmiş tibbin rolu sizcə haraya qədər gedə bilər? Təsəvvür edin, bəlkə bir gün xəstənin genetik profili, qanındakı hansısa çox spesifik iltihab markerləri və ya real zamanlı beyin monitorinqi məlumatları əsasında məhz onun üçün ideal temperatur hədəfinin 34,2 yoxsa 36,8 dərəcə olduğunu, optimal orta arterial təzyiqin 68 yoxsa 75 mm civə sütunu olduğunu tam dəqiqliklə biləcəyik. Bu, bəlkə də hələlik biraz elmi fantastika kimi səslənir və bir çox etik suallar da doğurur, şübhəsiz. Əslində bizi o fərdiləşdirilmiş, daha dəqiq qayğıya doğru aparan yolda çox vacib, fundamental bir addımdır. Bizimlə bu dərin təhlildə olduğunuz üçün çox təşəkkür edirik. Ümid edirik ki, faydalı oldu. Növbəti dəfə görüşənədək.